qanunlara qarşı gələn, qanunlara tabe olmayan, onları belə deyək ki, vecinə almayan tip insanlardılar. Bu insanları məsələn avtobusda gedəndə fikir versəz, asanlıqla dava çıxaran insanlardır. Yəni ki, boş söhbətdən dava çıxardılar. Bir şey deyirsən onlara, mənə dedin sən bilirsən mən kiməm tipli çıxışlarla başlayıb sizi çox pis şəkildə yaralaya bilərlər, sözləri ilə acılaya bilərlər. Antisosial insanların empatiya duyğusu çox aşağıdır. Demək olar ki, yoxa bərabərdir, amma öz yaxınlarına, sevdiyi insanlara qarşı belə deyə empatiya hiss edə bilərlər. Yəni özlərini qarşısındakı insanın yerinə qoya bilərlər. Amma məhz bu xüsusiyyətinə görə ki, yəni bu cür cəmiyyətə qarşı olan reaksiyalarına görə bu tip insanlar, antisosial insanlar cinayət işləməyə meyilli olurlar. Onlar qanun pozduqlarına görə, daha doğrusu qanun pozmağa da meyilli olduqlarına görə həmçinin cinayətə də yatqın olurlar. Amma maraqlısı odur ki, onlar bu cinayəti, hər hansı bir cinayət işlədikdən sonra peşmançılıq hissi yaşaya bilirlər antisosiallar. Ancaq növbəti videoda isə psixopatlarla antisosialların fərqini izah edəcəyim. O zaman isə sizin üçün daha aydın olacaq ki, psixopatlarda hansı durum özünü göstərir. Yəni uzun sözün qısası, asosiallar maks halda özlərinə ziyan olan insanlardır. Təbii ki, onları sevən insanlar da asosialların bu içinə çəkingənliyindən müəyyən qədər öz paylarını ala bilərlər. Amma onlar adətən sakit təbiətli olurlar. Antisosiallar isə impulsiv olurlar. Yəni tez özündən alışan, tez özündən çıxan, davaya meyilli, qayda qanunları pozmağa meyilli olurlar. İzlədiyiniz üçün təşəkkürlər.